Herkese salam. Mən Aynur Fətiyeva. Vloguma xoş gəlmisiniz. Əslində vlogumu səhərdən başlatmışam, məktəbdə çəkmişəm. Ancaq ki, videoya heç giriş eləməmişdim. Ona görə dedim ki, bir giriş videosu çəkim. Hal-hazırda gəlmişəm, evdəyəm. Bugün dərslərim yoxdur. Çünki bütün uşaqlarıma tətil vermişəm. Amma özümə tətildirmi? Xeyr. Sosial media işlərim var. Bugün videolar çəkəcəyik. Və bir neçə kontent planı yazmalıyam və evdə biraz işlərim var. Siz isə bu prosesdə mənimlə birgə olacaqsınız. Siz öncəki kadrları izləyin. Bir neçə saat sonra isə birlikdə burada görüşəcəyik. Yes. Üçüncüdə nə? Let's look at the pictures. Come and look at the pictures. Look. Çok iyi görsel ama Gəl buradan belə bax. Burada Azərbaycancalarını yazırsan, tərcümələrini. This is milk. This picture is milk. Tatlı. Say hello. Six hours later. Deməli, bayaqdan burada videomun kiçik bir səhnəciyini çəkdim. Digər səhnələrini isə bayaq çəkmişəm. Onları sizə göstərə bilmədim. Tripodum buradadır, kitablarım buradadır. Kiçik bir səhnə çəkdim. Eyni zamanda buradan da elan vermiş olum ki, bizim General English qruplarımız başlayır iyun ayında və sıfırdan B2 səviyyəyə qədər bütün səviyyələr üçün qruplar açılacaq. Onun üçün buradan da elan vermiş olum ki, qeydiyyatdan keçməyə tələsin. Burada da mənə şərhlərdə yaza bilərsiniz və yaxud da ki, Instagram və ya TikTok hesabımı aşağıya qeyd eləyəcəm. Oradan mənə yaza bilərsiniz. İndi isə gedirik yemək bişirməyə. Axşam üçün yemək bişirəcəm. Belə, bugünlük çox bir işim yox idi. Videolarımı çəkdim, videolarımı tamamladım və bir dənə qaldı bir neçə kontent ideyası hazırlamalıyam. Bir də bir-iki material var ki, onları kompüterimə yükləməli idim. Onları yükləyəcəm. Belə, yenə də siz mənimlə bir yerdəsiniz. Burada biraz işıq yaxşı deyil, amma olsun. İstəyirəm sizinlə kiçik bir söhbət eləyək, yemək bişirən vaxtı. Deməli, həm işləyən, həm də evinə baxan qadınlar olaraq məncə bu problemi çox yaşayır hamı. Yemək bişirməyi çatdırmamaq. Normalda yemək bişirməyi o qədər çox sevirəm ki, ancaq bu qədər işin arasında bəzən çox kiçik bir vaxtım qalır yemək bişirmək üçün. Eyni zamanda hələ bir də müəllimsinizsə, bəzən gec saatlara qədər dərsim olur. Məsələn, bugün boşam çünki dərsim yoxdur, amma normalda bugün mənim 2 dənə daldanca dərsim olurdu və onların arasında o bir 40 dəqiqəlik arada mən qaçıb tez gəlib yemək bişirirdim özüm üçün. Bugün də asan, rahat bir şeylər hazırlayacağım çünki o qədər çox vaxtım yoxdur.
Yeməyi hazırlayarkən həm də sizə dərslərim barədə məlumat vermək istəyirəm, General English dərslərim barədə. Demək ki, bizim bu dərslərimiz iyun ayında başlayacaq. Hər səviyyə üçün bir qrupumuz olacaq və elə gözəl materiallar almışam ki, əldə etmişəm ki, həqiqətən də sırf danışığa əsaslanan General English dərsləri olacaq. Hansı ki, burada sıxıcı qrammatikalar yoxdur, söz əzbərləmək yoxdur. Biz sözü də yəni vocabulary və qrammatikamızı da tətbiq edərək öyrənirik və danışaraq öyrənirik. Əsas məsələ, əsas fərq bundadır və bu materialları ödənişlə əldə etmişəm bir müəllimədən, hansı ki, xarici mənbələrdən alınan materiallardır və sırf kommunikativ dil təliminə əsaslanan materiallardır. Həqiqətən də həm tələbələrdən, həm özüm də yararını gördüyüm materiallardandır. Yəni tələbədəki fərqi görə bilirəm. Tələbə özü də öz üzərindəki fərqi görə bilir bu materiallar sayəsində. Mənə xeyri nədir bu materialların? Mənim dərs planlama vaxtımı minimuma endirib. Məsələn, əvvəllər bir dərsi planlamaq üçün video seçirdim, ona uyğun məsələn tapşırıq hazırlayırdım, listening materialı seçirdim. Ancaq bu materialların içərisində hər biri verilib, hər mövzu üzrə həm listening var, həm vocabulary işləmək üçün həm speaking activity-lər var ki, artıq bizim işimizi çox asanlaşdırır. Belə, bu arada da yeməyimi qoydum. İndi bu burada bişəcək. Mən isə o arada kompüterimi yandırıb digər işlərimi həll eləyəcəm. Arada qalan hər dəqiqəni dəyərləndirmək lazımdır. İlk öncə buranın bir neçə gündür toplaya bilmirəm, çünki evdə olmurdum. Ona görə də ilk öncə buranı toplamaqla başlayacağıq. Getdik. Müəllim olaraq bu tipli belə boş vərəqlər bizdə həmişə olur. Məsələn, belə arxası boşdur, amma artıq bundan işlənib lazımsızdır. Amma bunları nə edirəm? Heç vaxt atmıram. Çünki arxası boş olduğu üçün və müəllim olaraq hər zaman qeyd aparmağa vərəqimiz lazım olur, vərəq lazımımız olur. Ona görə də bunları atmıram, çünki lazım gəldikdə arxa üzünü istifadə edə bilərəm. Axırıncı dəfə sizlə danışdığımızın üstündən saatlar keçib. Mən bir xeyli video editləmişəm, hətta paylaşmışam Instagramda və TikTokda. Aşağıya Instagram və TikTok hesablarımı da əlavə edəcəm. Məni oradan da izləyə bilərsiniz. Və fikirlərinizi aşağıda şərhlərdə mənimlə paylaşmağı unutmayın. Artıq saat 11-in yarısıdır, yatmağa hazırlaşırdım və burada Instagramda və TikTokda çəkmək üçün bir xeyli kontent ideyası qeyd eləmişəm. Sabahdan artıq onları çəkməyə başlayacağam. Bəziləri hətta videolarım var, sadəcə üzərinə bir neçə edit lazımdır, onları etməliyəm. Belə, istədim sizlə sağollaşım. Növbəti videolarda görüşənədək mütləq məni izləyin ki, növbəti videolardan daha tez xəbərdar olasınız.